Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən, qanunsuz separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində Azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb, məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri, şahid ifadələri çoxsaylı ifadələrlə sübuta yetirilib. Hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Cənab Prezident, bəs siz bununla bağlı nə isə edə bilərsinizmi? Siz nəyi nəzərdə tutursunuz? Yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu sizin səlahiyyətləriniz daxilindədir. Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberg məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, 2 aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Bu sizin üçün eyni şeydir. Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət 2-ci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi.